İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Bu dəfə Xocalının Ballıca kəndinə 24 ailə, 98 nəfər köçürülüb. Əməkdaşlarımız da sakinlərin sevincinə ortaq olublar. Uzun illər vətən həsrəti çəkən Ballıca sakinlərinin sevinclərinin həddi-hüdudu yox idi. Müsahibimiz Zemfira Hümbətova deyir ki, indi səbirsizliklə doğma yurdunda qeyd edəcəyi Novruz bayramını gözləyir. Çox şükür bugünə, arzuladığımız günə çatmışıq. Gedib orada Novruz bayramını keçirməyi çox arzulayırdıq. Çox şükür, indi gedib orada Novruz bayramımızı keçirəcəyik. Çətinliklə çıxdıqları torpaqlara dinc və firavan qayıdan sakinlər bugün həm qürurlu, həm də xoşbəxtdilər. Bugün də çox qürur verici, şad, sevindirici bir gündür ki, 32 ildən sonra yenidən öz doğma vətənimizə, torpağımıza, elimizə, obamıza qayıdırıq. Uçmağa qənadım yoxdur. Torpaqların üzü görməmişəm, amma sevindiyimdən uçmağa qənadım yoxdur. Şükür Allaha, öz elimizə, öz obamıza qayıdırıq. Bugünə çox şükür. Hər bir şəhidimizin, hər bir şəhid anasının qarşısında baş əyirəm. Qeyd edək ki, indiyə qədər Ballıcaya ümumilikdə 136 ailə, 660 nəfər köçürülüb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin xidməti vəzifələrini yerinə yetirən ümumilikdə 40 minə yaxın insan yaşayır.